Hara gətirib çıxarmısan? Utanmırsan? Mən səndən xahiş eləməmişdim gələsən. Sakit olun xanım Maysa, artıq hər şey ötüb keçib. Gəldim ki, səni buradan çıxarım. Gəlməsəydin, bəlkə də öləcəkdin. Nəyəcə puluna heyfin gəlməyib? Çıxaq gedək buradan, sakit olun. Gəlin gedək. Gəlin. Xanım Maysa, gəlin. Nə baş verdiyindən xəbərim olmadı. Amma yəqin vacib məsələ idi. Deyəsən, Meli həbs eləyiblər. Maysa demək istəmirdi. Məndən gizlətdi. Mən çox narahatam, Telmina. Çox narahatam. Sən də örtbasdır eləyirdin də. Biləndə ki, sesi o marixana çəkir. Ona heç nə demədin. Heç nəyi boynuna almırdın. Hamıdan hər şeyi gizlədirdin. Düz demirəm? Bunlar ayrı-ayrı şeylərdir, Telmina. Mənim üçün heç bir fərqi yoxdur. Yox, sesi o. Heç vaxt narkoman olmayıb. Marixana çəkməyib. Amma Mel kokaina girişib. Atan da bilir bunu. Atanın bundan xəbəri var. Ondan soruşa bilərsən. Ana, sesi onu Mellə müqayisə eləmək olmaz. Onlar bu yola bir yerdə addım atıblar. Xanım Lidiyan, işimi qutardım. İndi gedirəm ət almağa. Sizə bir şey lazımdır? Yox, heç nə lazım deyil. Bura bax, de görüm mənim otağımda yenə Kreuza yer yığış eləyir. Yoxsa sən? Yox, bu işi mən görürəm. Nəsə olub? Yox, sadəcə maraqlıdır ki, o çox istəyirdi mənim otağımı təmizləsin. Hərçənd ona heç buyuran da yox idi. Kreuza çox qəribə qadındır.